Dəyərli və sayğılı həmvətənlər, salam, hər vaxtınız xeyir olsun. Bu axşam nəzərdə tutmuşuq 3 mövzu Sayın Əhməd bəylə birlikdə sizə təqdim edək. Amilinin Ərdəbil İmam Cüməsinin Qarabağ açıqlaması, dini xurafatın əngəlləri və həmçinin Xameneyinin bugünkü təvafuqla bağlı çıxışı. 3 mövzu bu axşam nəzərdə tutulub. Ola bilsin ki, söhbətimizin gedişatında digər, gündəm məsələləri də daxil olsun. Ona görə də Həsən Amilinin, elə Həsən Amildən başlayaq ki, Ərdəbilin İmam Cüməsi uzun zaman idi, Azərbaycanla bağlı fikirlər söyləmirdi və son vaxtlar bəzən ziddiyyətli fikirlər də irəli sürür. Amma hər halda hər kəs bilir ki, İranın imam cümələri o beyt rəhbəridən aldığı notlar əsasında, müəyyən fikirlər həftəlik irəli sürürlər. Həsən Amili təbii ki, ara sıra Azərbaycanla bağlı, məsələn, bir ara dillə bağlı, dilin təmizliyi ilə bağlı filan bəzi söhbətlər edir. Və bir türknişin, türk imam cüməsi olaraq daha çox Azərbaycanı müdafiə etməlidir əslində, amma çox təəssüflər olsun ki, ara sıra bu məsələyə toxunur və bəzən də məsələni bir tərəfli olaraq o tribunlardan mövzu olaraq qaldırır. Amilinin Qarabağla bağlı son açıqlaması ki, Günas TV-nin web sitəsində də bu yer alıb və digər yerlərdə də ayrı-ayrı mətbuat da bunu çap eləyibdir. Güya iddia edir ki, daha doğrusu güya da deyil, iddiası bundan ibarətdir ki, yəqin ki, dövlət səviyyəsində bunların əlində bu informasiya var. Suriyadan bilirsiniz ki, hər halda daxili müharibədə çox gərgin bir vəziyyət davam etməkdədir. Suriya həm dövlət olaraq, həm bir ölkə olaraq bitmiş anlamına gəlir, çıxır. Ona görə də Amilinin dediyinə görə orada yaşayan ermənilər Qarabağa yerləşdirilir, Qarabağa köçürülür və bu hər halda real bir xəbər də ola bilər. Biz tam dəqiqliyi ilə bilmirik, bunu ən azından Azərbaycan dövləti tərəfindən belə bir rəsmi açıqlama da yoxdur. Hər halda Ermənistan bunu rəsmən elan etməz. Amma əgər bu xəbər həqiqətən də doğrudursa, düzdürsə, özü nigaran edə biləcək bir xəbərdir. Ona görə ki, oradakı, Suriyadakı erməniləri gətirib Qarabağa tökmək və oradakı ermənilərin sayını çoxaltmaq. Çünki hamımız bilirik ki, Ermənistanda nəinki hətta Qarabağda, hətta Ermənistanın özündə belə insanlar acından başlarını götürüb müxtəlif ölkələrə gedirlər. Avropaya çıxa bilənlər, Avropaya gedə bilməyənlər, ən azından Rusiya və Türkiyə mühacirət edirlər və orada iş üçün, özlərinə həyat qurmaq üçün, hər halda o səfalətdən qaçırlar. İqtisadi durum çox ağırdır və həmçinin hər halda Azərbaycan və Türkiyə tərəfindən iqtisadi sanksiya var Ermənistana, ki, qonşu ölkə olduğuna görə hər halda bir məmləkət üçün çətindir, qonşu ilə əlaqə saxlamadan yaşamaq. Bəzi ölkələr, Avropa, Amerika, digər ölkələr müəyyən yardım göstərə bilər, amma həmişə yardım göstərə bilməz. Ancaq qonşu ölkələr bir-biri ilə həmişə, hər zaman əbədi olaraq kontaktda və əlaqədədir ki, iqtisadi baxımdan bir-birinə yardım olur. Və Amilinin bu söyləməsi ki, Suriyadakı ermənilər Qarabağa yerləşdirirlər, aya bunu ürək yanğısı ilə deyir, nigaranlı narahatçılığından bu ifadəni deyir, yoxsa bu da bir siyasi məsələdir. Çünki bunun ardınca, söhbətin ardınca başqa bir ifadə də işlədir.
O deyir ki, Qarabağın işğalında əsas rolu oynayan Amerika və Avropa ölkələridir, yəni Avropa ölkələri. Bunu təbii ki, Amerikanın, Avropanın Ermənistana yardımını kimsə gizlətmir və bu gizli də bir şey deyil. Açıq bir şəkildə yəni bu yardımlar var. Hətta bəzən bu yardımlar özü Birləşmiş Millətlər Təşkilatının qətnaməsinə, yəni verdici qərara ziddir buna baxmayaraq, amma müəyyən yardımlar bu ölkələr tərəfindən Ermənistana edilir. Amma Amerika və Avropa ölkələrinin vasitəsilə Ermənistan işğalı olunub amilinin bu ifadəsi tamamilə kökündən yanlış və bu cəmarandan çıxan bir əmridir. Son vaxtlar biz görürük, yəqin ki, birazdan toxunacağıq. Dünən Hüseyn Şəriət Mədari, Sərdəbir Keyhan təvafuq haqqında danışmaları, bugün Xameneyi təvafuq haqqında danışması, yəni bir növbəti Amerikanı təxrib etmək xarakterli bir bəyanatlar. Hər kəsə bəllidir ki, Qarabağ, yəni Azərbaycanın ərazisi sayılan Qarabağın işğalı Rusiya tərəfindən həyata keçirilib. Yəni Sovet ordusunun yardımı ilə, köməyi ilə o ərazi işğal olunub və bu da Rusiyaya lazım idi. Yəni bugün üçün və hətta gələcəyi üçün. Yəni bu torpağın işğalı Rusiya üçün lazım idi ki, bir çox puanlar Azərbaycandan alsın. Müəyyən mənada yəni o üstünlük, ora Dağlıq Qarabağdır, bölgədə ən yüksəkdə, ucada olan bir bölgə məntəqədir. Ona görə də o Rusiyaya lazım idi. Oradan daha çox istifadəni Ermənistandan çox Rusiya edir. Çünki Ermənistanın oradan istifadə etdiyi hər hansı bir mühüm bir məsələ yoxdur. Dağdır, çəməndir, ağacdır, çiçəkdir. Təbii yaşamaq üçün əlverişlidir, şübhəsiz. Amma iqtisadi baxımından müəyyən doğrudur. Yəni Kəlbəcərdə filanda yeraltı sərvətləri var, amma böyük bir iqtisadi bölgə sayıla bilməz. Amma stratejik baxımından Rusiya üçün çox əhəmiyyətli bir bölgədir, təbii ki, Qarabağ. Ona görə də daha çox Rusiyanın marağı və hər halda Azərbaycan üçün, Azərbaycan dövləti üçün də tam detalları ilə bəllidir ki, hətta Rusiyanın hansı ləşkərinin o Qarabağın işğalında rolu olub, buna qədər hər kəs bilir. Amma amilinin bu məsələni Amerika və Avropa ölkələrinin üzərinə atması təbii ki, bu İran dövlət olaraq məqsəd yönlü bir ifadədir ki, bundan istifadə edirlər. Mən yenə təkrar edirəm, bugün də Avropanın özündə Ermənistanı, yəni işğalçı Ermənistanı və hətta o Qarabağı işğal edən yerlər o məntəqədə ora demək olar ki, bir sıra məmləkətlərin maraq dairələri var və gizlətmirlər. O cümlədən elə Fransanın özü. Amma işğalda bunların hətta Fransanın özündə rolu olmayıb. Olsa bəlkə dolayısıyla işimiz yox. Pulla, parayla, nə bilim, nə ilə filanla. Amma əsas rol oynayan təbii ki, Rusiyadır. Və bu işğalın davamını, yəni bunu davamlı bu günümüzə qədər gəlib çıxmasında ikinci ölkə ki, daha çox rol oynayır, İran ölkəsidir. Qazı ilə, nəfti ilə, ərzaqı ilə, hətta ordusuna belə benzini ilə, yəni hər türlü Ermənistana İran dövləti yardım edib o işğaldan üzü bu tərəfə və bugünə qədər də bu yardımı davam edir. Onların da tənha argumenti bundan ibarətdir ki, Azərbaycan müstəqil bir dövlətdir. Orada yaşayanlar Azərbaycanlılardır, türklərdir və müsəlmanlardır. Yəni, əgər onlar əlləri, qolları daha açıq olsa, stabil bir ölkə olsalar, nüfuzlarını İranda çoxaldarlar. 30-35 milyon yəni Güney Azərbaycanda yaşayan soydaşları var və beləliklə də İranın parçalanmasına daha rahat zəmin yarada bilərlər. İran
sadəcə bu nöqteyi nəzərdən daha çox önəm verir. Nə iqtisadi baxımından, nə digər məsələlərlə bağlı. Ona görə də İranın yeganə narahatçılığı bu olduğu üçün bunlar Ermənistanın yanındadır. Yəni, işğalçı tərəfin yanındadılar. Və bunu da, yəni bu siyasəti də nə qədər indiki yəni hakim rejim mövcuddur, bunu davam etdirəcəklər. Mən bunları yəni gündəmə gətirməkdə və vurğulamaqda amilinin bu istiqamətdə yalan, yəni bilgilər verməsi ilə bağlıdır. Yenə təkrar edirəm, Suriyadan ora köçən ermənilər ola bilər. Yəni bu doğru fakt ola bilər. Və inanmıram, yəni bu faktın özü İranı narahat eləsin. Məsələn, Suriyada yaşayan ermənilər gəlir, köç eləyir, Qarabağda yerləşir. Bu ona görə deyil. Dedim, bu ifadənin arxasında sadəcə son zamanlar ki, anti-Amerika, yəni bu anlayışdan sonra, təvafuqdan sonra, xüsusilə də sulgərarlar tərəfindən bu sürətlənibdir və sanki bir çaşınıdır, yəni buna bir start vurublar ki, axırda da bugün yəni gəldi, Xamenei özü məsələni açıqladı ki, bizim qorxumuz bu idi ki, yəni bu anlaşmada Amerika həm siyasi, həm fərhəngi, həm ictimai nüfuzunu İranda çoxalsın və biz buna yol vermədik. Qətiyyən də bundan sonra yol verməyəcəyik. Ona görə də bir anti-Amerika obrazı bir yaratmaq o bölgədə, məntəqədə. Məsələn, Azərbaycanlılar üçün də, tutalım, Quzey Azərbaycanda yaşayanlar üçün də onlara da mesaj vermək ki, baxın, sizin ölkəniz, sizin o Qarabağı işğal eləyən Amerika və Avropa ölkələridir. Yəni, bu baxımdan çalışırlar ki, Amerika əleyhinə, anti-Amerika təbliğatı bölgədə güclənsin. İran bunun üçün çoxlu son zamanlarda sərmayələr qoyub və bu təbliğatlar get-gedə də genişləndirilməkdədir. İndi cümə namazı tribunalarında bunun səslənməsi də o qədər bizlər üçün də təəccüblü görünmür. Amma təkcə bu məsələ ilə bitmir. Çoxlu bir suallar amiliyə qoymaq olar. Əgər doğrudan da, həqiqətən də bunlar şiə hesab edirlərsə, yəni Qarabağı və narahatdırlar ki, bir şiə torpağında, işğal olunmuş bir şiə torpağında ermənilər, Suriya erməniləri gəlib yerləşdirilir. O zaman Batı Azərbaycanda, yəni Urmiyədə kürdləri ki, əsasən yəni sünni kürdlərdir, gətirib yerləşdirirlər. İnqilabın əvvəlinə, yəni İran müharibəsindən üzü bu tərəfə ki, dövlət rəsmiləri də dəfələrlə bu barədə açıqlama verdi və mən Ziba Kəlamın özünün açıqlamasını bir dəfə oxudum. Təxminən 150 min hələ o dövrdə, yəni Səddamın əlindən qaçan, canlarını götürüb qaçanları gətirib Urmiyədə yerləşdirilmələri və bu günə qədər də bu siyasətin davam etməsi, yəni Batı Azərbaycanda kürdlərin mühacirətinin çoxaldılmasında İranın təbii ki, istisna rolu var. Əgər doğrudan da bunlar bundan narahatdırlarsa, nədən icazə verirlər və amili nədən bu haqda söhbət eləmir? Niyə Urmiyədəki faciəvi, yəni bu, belə desək, deportasiyadan söhbət etmir? Niyə eləmir? Nə üçün etmir? Deməli, bunlar üçün o qədər bu şeylər önəmli, mühüm deyil. Bunların, dedim, sırf və yalnız arxasında dayanan, bu sözlərin arxasında dayanan bir anti-Amerika siyasətidir ki, amili bu məsələyə toxunub və təbii ki, yəni bu bizə bəlli olan tərəflərdir. Yəni, ola bilsin ki, hətta bizə bəlli olmayan məsələnin tərəfləri də var. Amma sözün əsl mənasında doğrudan da üzr istəyirəm. Həqiqətən əgər belə bir yəni köç olsa Suriyadan Qarabağ torpağına, bu özü dediyim kimi çox təhlükəli bir məsələdir. Azərbaycan dövlət səviyyəsində bu məsələ ilə bağlı ölçü götürməlidir.
Çünki ora Azərbaycanın tarixi torpaqlarıdır. Müvəqqəti işğal altında olmuş olsa da, hər halda bir gün o işğaldan azad olunmalıdır. Yəni, bu elə belə ola bilməz. Sənin gücün var, gələsən, torpağı işğal eləyəsən və ora istədiyi gün yəni, adamları gətirib yerləşdirəsən, dövlət qurasan, bayraq qaldırasan. Yəni, 21-ci əsrdir. Yəni, bu bir qədər qeyri-real görünür. Dedim, Rusiyanın əsasən yəni, arxasında duran bir olaydır və nə qədər Rusiyanın indiki durumda davam edəcək, yəni Putin hakim olacaq və yaxud hətta Putin olmasa, indiki Rusiya siyasəti davam etdiriləcək, bu bölgə üçün, məntəqə üçün bir o qədər təhlükəlidir. Əgər Rusiyanı önləyən olmasa, onun qabağında duran olmasa, cilovunu yığan olmasa, çox çətin ki, yəni təbii ki, Qarabağda işğaldan azad olmayacaq, Ukraynanın da durumu, vəziyyəti, o işğal olunmuş əraziləri azad olunmayacaq, Gürcüstanın da Rusiya tərəfindən işğal olunmuş əraziləri azad olunmayacaq. Yəni, bunlar elə məsələlərdir ki, bu günümüz üçün yeganə dövlət ki, hal-hazırda eləyə bilər Rusiyanın qarşısında, yəni Rusiyanı bu təcavüzlərdən dayandırsın, o ancaq və ancaq Amerika dövlətidir. Hələlik, yəni Amerika müəyyən səbəblərdən dolayı təbii ki, belə bir reaksiyası mümkün deyil. Ona görə ki, tam bir şəkildə, hər halda hamı bilir ki, bu bölgədə də, Xavərmiyanədə də apardığı siyasət və bizim yaşadığımız bölgədə Amerikanın apardığı siyasət hər halda bəlkə gələcək üçün bir məsələ, bir real bir şeylər yəni, görünə bilər. Yəni, oradakı o tam gücü ilə bölgədə, məntəqədə qüdrət sahibi ola bilər. O zaman yəni, bir diktə edə bilər nəysə. Amma indi hal-hazırda Amerika o gücdə deyil. Yəni, bu bir vaqiyyətdir. Yəni, Rusiyanın müqabilində, Rusiyanın indiki durumu ilə bağlı Amerika hər hansı bir addım atma yəni, gücünə malik deyil. O mənada yəni, malik deyil ki, tutalım, hərbi gücü yoxdur, qüdrəti yoxdur, yox. Hərbi gücü də Rusiyadan üstündür. Oradakı, yəni o bölgədəki müttəfiqlərinin sayı da Rusiyadan yəni, daha fazladır, çoxdur. Avropa ölkələri demək olar ki, bütün siyasətini elə Amerika ilə tənzimləyir, yəni belə götürəndə ən azından bir 80%-ni. O anlamda Çindir, təbii ki, Çin bu məsələ ilə bağlı hər halda real görünmür ki, nəsə olsa Rusiyanın yanında dayanar. Çünki Çin özü də bir növ Amerikaya vabəstə bir ölkədir, baxmayaraq ki, yəni güclü iqtisadiyyatı da var, müstəqil də bir ölkədir, şübhəsiz. Amma hər halda istəmir. Yəni müəyyən o qarşıdakı qoyduğu siyasi məqsədlərdən dolayı o qədər dərindən bu məsələyə müdaxilə etmək istəmir. O cür də deyil, yəni tamamilə məsələyə biganədir Amerika. Yox, Rusiya ilə bağlı siyasətini yürüdür. Rusiyaya qarşı olan tətbiq etdiyi sanksiyalar və onun müttəfiqlərinin sanksiyaları Rusiya iqtisadiyyatında çox böyük əngəllər törətdi. Təbii ki, yəni bunu Rusiya dövləti özü də bilir. Amma hər halda elə bir vəziyyət yaranmayıb ki, gələ yapışa qulağından ki, işğal etdiyin torpaqdan çıx qırağa, kənara çəkil. Bu mərhələ, yəni ola bilsin ki, bəlkə yəni gələcəkdə uzun müddətli bir plandır, yəni baş tutma ehtimalı var. Onun üçün Qarabağın işğaldan azad olunması məsələsi hələlik real da görünmür və Azərbaycanın özünün, bəzən Azərbaycan Müdafiə Nazirliyinin də özündə bir çox açıqlamalar var. Biz istədiyimiz bu zaman, istədiyimiz vaxt, yəni iradə eləsək, 2 günə, 5 günə bunları Yerevana qədər, yəni işğalçıları quvalarıq, filan elərik. Yəni, bunlar doğru, yəni o gücə malik bir şərtlə ki, yəni Ermənistan, Azərbaycan özü üz-üzə gələ. Yoxsa əgər arxasında təbii ki, Rusiya dayanıbsa, bu söhbətlərin hamısı sadəcə bəyanatdır. Və heç də realda görünmür. Yəni, son zamanlar Azərbaycan Müdafiə Naziri tərəfindən ki, verilən bəyanatlar ki var işğalla bağlı.
yəni Qarabağ torpaqları ilə bağlı. Bu da real görünmür. Çünki Azərbaycan özünün təəhhüdü var. Təəhhüd yəni o mənada ki, neft şirkətləri var, dünyanın yəni aparıcı, ən güclü şirkətləri orada. Həm özləri üçün, Azərbaycan üçün gəlir mənbəyidir, həm şirkətlər üçün gəlir mənbəyidir. Orada təbii ki, hər hansı bir stabilliyin pozulması bu şirkətlərin dərhal oranı tərk etməsi anlamına gətirib çıxara bilər. Və Azərbaycan dövlət səviyyəsində də təbii ki, yəni belə bir şəraitin yaradılmasına imkan verməz, icazə verməz. Hələlik Azərbaycan üçün də ən real görünən budur ki, indiki Ermənistan ilə indiki durumda o cür iqtisadi bir vəziyyətdə saxlasın. Çünki Ermənistan iqtisadiyyatının zəifliyinin əsas səbəbi Azərbaycan dövlətidir. Ona görə Azərbaycan öz növbəsində yəni bu fişarı bu ölkəyə gətirir. Və get-gedə yəni tərk edirlər saylarda dediyimiz kimi Ermənistanda yaşayanların sayı azalır. Çünki ermənidir. İndi nə qədər olandan sonra hər halda əgər məsələn 3 milyon, 4 milyonun içində olar bir 100 min, 200 min məsələn vətənpərvəri və yaxud fanatları ki, məmləkət ölkə üçün, ölkəni qoruyub saxlamaq üçün onlar hər bir şeyə gedərlər. Yəni heç vaxt tərk eləməzlər. Amma digər adi millət rifah arxasında, rifah dalında evladını düşünür, özünü düşünür. Baxır görür onun iqtisadiyyatı harda daha gözəl ora müraciət edir. Ona görə bu ölkəyə heç vaxt axın yoxdur. Bu ölkəni tərk edənlər var. Və ən elə hal-hazırda belə ki görünür, real, yəni necə deyək, mübarizə Ermənistan əleyhinə elə bəlkə indiki vəziyyət, indiki şərait ola bilər ki, ta cəng. Yəni cəng olsa, təbii ki, bunun erməni olaraq Azərbaycan ordusunun qabağında müqavimət göstərə bilməz. Amma dedim, Rusiya və yaxud bir sıra Avropa ölkələri ki, pulunu verə bilər, silahı ilə təmin edə bilər, nələr və nələr bu anda yəni başlanmış cəng müharibə də yəni hər hansı bir sonucla bitə bilməz. Onun üçün bu özü yəni ayrıca bir söhbətdir. Mütəxəssislərin bu barədə daha çox danışmağa ehtiyacı var. Sadəcə bu amili ilə bağlı olan yəni fikir üçün yəni təxminən bu məsələyə biz münasibət bildirdik. Amiliyə bir daha biz tövsiyə edərdik ki, əgər doğrudan həqiqətən də bunların hədəfləri, məqsədləri Qarabağa ürəkləri yanırsa, yəni Qarabağdır və ondan ötürü narahatdırlarsa, amili buyursun İran dövlətinə tapşırıq versin ki, yardımını Ermənistandan qaldırsınlar, yəni qaz boruları, neft kəmərlərini dayandırsınlar, ərzaqı və gün ərzində yüzlərlə maşınlar ki, Ermənistana yardım aparır, o maşınların durdursun, dayandırsın, hətta getməyənləri belə təşviq edirlər, maşınlarının, məsələn, təkərlərinin o lastiklərində, filanlarında güzəştə gedirlər. Belələ də bir növ, bütün ranəndələri təşviq edirlər ki, Ermənistana yük aparsınlar. Ona görə də yəni bir mənalı olaraq İran dövlət səviyyəsində ən çox Ermənistana yardım edən ölkələrdən biridir. İndi bu könüllü olmasa da, hətta yəqin ki, bu Rusiya ilə İran arasında olan şərtlərdir və Rusiya tapşırığı əsasında bunları həyata keçirirlər. Çünki bunlar da onun müqabilində Rusiyadan bir çox tələbləri var, xüsusilə Qərb ilə bağlı və Qərb ölkələri ilə bağlı. Təbii, hamı bilir, hər kəs bilir. Rusiya bugün İran dövlətinin arxasında olmasaydı, yəni bu dövlət bugünə qədər belə davam etməzdi və Rusiyada təbii ki, mollalara aşiq deyil və yaxud mollaların bu cəfəngiyyatlarına aşiq deyil. Sadəcə Qərb, özəlliklə Amerika, Rusiya daha çox yaxınlaşmasın deyə, ona görə də İranın hər zaman həmişə yanında və ona imkan vermir ki, ta Amerika ilə hər hansı bir münasibətə başlasın. Xameneyin dedikləri də əgər gəlir ara sıra və yaxud onun fərmandehlərinin gəlib açıqlamaları ki var, onlar Rusiya gücünə söykənirlər, yəni sonda. Necə bugün hətta Suriyəni belə Əsədin cənazəsinin
hakimiyyətdə qalmasını belə təkid edir Rusiya və nəyin bahasına olursa olsun, onunla bərabər İran həmçinin və Zəriflə Rusiya Xarici İşlər Naziri Lavrovun görüşündə bir daha da yəni bunlar vurğuladılar və təsdiq etdilər ki, Suriyadakı məsələ Hafiz Bəşar Əsədin hakimiyyətdən getməsinə tamam ola bilməz. Yəni biz icazə verməyəcəyik. Yəni bütün bunların hamısı göstərir ki, bir növ pərdə arxası anlaşmalar var. Heç bir şey elə belə yəni təsadüfi deyil. O baxımdan təbii İran dövlət səviyyəsində də öz iradəsindən kənar Ermənistana bu yardımları göstərir. Əgər doğrudan da dedim, müamili bu məsələ ilə bağlı ciddidirsə, yəni söhbət Azərbaycandan işğal olunmuş torpaqdan gedirsə, İran dövlət səviyyəsində məsələ qaldırsın, müraciət eləsin ki, İranın birbaşa yardımı Ermənistana dayandırılsın. O zaman baxıb görərik ki, Ermənistan həqiqətən də o bölgədə, o məntəqədə yaşamaq üçün davamiyyəti ola bilər ya ola bilməz. %100 orada yəni sosial bir partlayış olar ki, dəfələrlə də olub ki, sərkub eləyiblər. Ona görə də Ermənistan özü də bilir, Qarabağın işğalı onun üçün bir şey bəxş eləmədi. Artıq yəni Sovetlərin dağılmasının 30 ilə yaxınlaşır. Heç bir şey, bütün yəni oradan Sovetdən ayrılan ölkələrin hamısı inkişafdadır. Azərbaycan, Türkmənistan, Qazaxıstan, Qırğızistan, nə bilim o Moldova, Pribaltika ölkələri filan, yəni 15 cümhuriyyət hamısı inkişaf eləyib və özləri üçün dövlət qurublar, dünya ilə sıx əlaqələri var və yeganə dövlət ki, o inkişafdan geri qalıb bir ovuc torpaq üçün, o da Ermənistandır. Həm Türkiyə tərəfindən, həm yəni Azərbaycan tərəfindən, Rusiyada yəni nə vaxta qədər yardım eləyəcək, İran açana qədər yardım eləyəcək, əbədi ömürlük təbii ki, ora yardım getməyəcək və yaxud Amerika olsun, Avropadakı yəni ölkələr olsun, açana qədər yəni bir tərəfli pullar, paralar ödəyəcəklər. Hər halda bir zaman bunlar dayandırılma ehtimalı var və %100 də olacaq. Onda Ermənistan nə iş görəcək, nə edəcək? Ermənistanın yeganə yolu istəyir əgər indiki durumdan, indiki vəziyyətdən çıxsın, Qarabağı işğaldan azad eləsin, ordusunu geri çəksin və orada icazə versin, oradakı yaşayan millətlər öz müqəddəratını, öz taleyini həll eləsin ki, təbii ki, adı ilə də bəllidir, adı ilə də bağlıdır. Ora Azərbaycanın ayrılmaz bir hissəsidir. Adı da Qarabağdır. Yəni bu hər iki söz, yəni sırf yəni türk sözüdür və ora şübhəsiz oradakı abidələr, indi bunlar məhv etsələr də oradakı o bütün əsərlər filanlar hamısı türkə aid. Amma təbii ki, türk tarixində, türk coğrafiyasında tolerans bir millət olduğu üçün həmişə hər zaman digər etnik qruplar da yaşayıb və əlamətlər də var, nə bilim, kilisalar da var, hər nə yəni mağaraları da var filan. O onu göstərir ki, həmişə hər zaman türklər icazə verib ki, yəni qeyri-türklər gəlsinlər, onlarla bərabər o coğrafiyada, o məkanda yaşasınlar. Bunun anlamında deyil ki, o coğrafiya, o məkan onlarındır. Yəni bu hər halda bir tarixi bir məsələdir. Ona görə də mən sadəcə istədim ki, Cənab Amiliyə, Ərdəbil İmam Cüməsinə tövsiyə edək ki, daha mühüm, sağ olsun yəni bu məsələ həqiqətən narahat eləyib gündəmə gətiribsə, amma tövsiyə edərdik ki, daha çox Ərdəbildəki vəziyyətlə bağlı Əsqər Pirzadənin öldürdülər, bir tədqiqat aparırdı, yeganə sərətanşünas, qan yəni üzrə sərətanşünas idi ki, tədqiqat aparırdı və belə bir nəticəyə qərara gəlibdi ki, yəni Ərdəbil və Ərdəbil ətrafı Savalan və onun dövrəvərində İran dövləti o füzulat-ı həstəyi və yaxud nüvə tullantılarının, qalıqlarının orada bastırılması nəticəsində ki, onun o təşəşü və yaxud əşəələri regiona yayılıb
və bu da təbii ki, bütün yəni elmi baxımından sübut olub ki, sərətanzadır. Ona görə də heç olmasa yəni onun qətlinə bir etiraz eləsin ki, təbii ki, İran əmniyyət qüvvələri tərəfindən qətlə yetirildi ki, səsin çıxmasın, ya bu məsələni ifşa eləmək olmaz. Çünki hamı bilir ki, İran bu məsələdə heç bir şeyə rəhm etmir, hətta öz evladına belə rəhm etmir. Onun üçün yəni bunu susturdular. Baxın görün, əgər bir kəlmə yəni bu məsələ ilə bağlı söhbəti var. Ara sıra yəni gündəmə gətirdilər əvvəldə, sonra tamamilə hər bir şeyi dayandırdılar. Nə İran dövlət səviyyəsində radio, televizyonu, mətbuatı yazır, nə heç bir şey. Amma amil eləyə bilər. Çünki onun şəhərinin evladıdır, o bir şəhərin imam cüməsidir. Məsələ qaldıra bilər və tam etiraz olaraq yəni bu məsələnin həlli ilə bağlı müraciət eləyə bilər. Amma etməyəcək, çünki bunlar özlərində deyil, bunların da cülovları cəmarandadır. Oradan bunlara əmr gəlir ki, nəyi danış, nəyi danışma. Yəni İran təbii ki, tam diktator bir üsulla idarə olunduğu üçün təbii ki, bunlar sadəcə məmur və məəzzurdur. O baxımdan İkinci toxunacağımız məsələlərdən biri də dini xurafatın əngəlləri olacaq. Bəzi yəni, şəkillərlə də sizə, yeni bir şəkillərlə sizə bir sıra bilgilər vermək istəyəcək, amma bir ara alacaq, aradan sonra.